Kürdəmirdə dekabr ayının 11-də əməliyyat olunan 22 yaşlı qadın 5 gün sonra dekabr ayının 16-sında xəstəxanada dünyasını dəyişib. Hadisə Mərkəzi rayon xəstəxanasında qeydə alınıb. Belə ki, Kürdəmir rayon Qarasu kənd sakini 2003-cü il təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11-də qadın xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib. Həkimlər ona əməliyyat olmalı olduğunu bildiriblər. Dekabrın ayının 12-si isə qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da Məleykə Nurməmmədova dekabr ayının 16-sında saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Analiza getdilər, əməliyyat elədilər 5 gün bundan qabaq. Əməliyyatdan yaxşı çıxdı. Dünənlərim deyirlər ki, qanı azdır, nə bilim. Dedim, qanı gətirsin, mən pulun zadını verəcəm, nə lazımdırsa eləyəcəm. Gəldim bura, hər şey yaxşıdır, yoldaşımla danışdım, nə lazımdır, əsas danışdıq. Getdim evə, axşam saat 3-də zəng edərlər ki, pisdir vəziyyət. Bu günlərimdə hadisə baş verdi. Həkim səhlənkarlığından. Bacarmırdıq, göndərirdim Bakıya da harasa. Hara lazım idi aparırdıq da. Məsələ ilə bağlı təbibdən sorğumuza cavab olaraq bildirildi ki, 11-12-ci ay 2025-ci il tarixində saat 15:15 radələrində 2003-cü il təvəllüdlü qadın vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub və pasiyentdə sağ yumurtalığın pazvar rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonraki dövr stabil olub. 16-12-ci ay 2025-ci il saat 16:00 radələrində ani ürək dayanması baş vermiş və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 16-12-ci ay 2025-ci il tarixində saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb. qeyd edək ki, dünyasını dəyişən qadın 5 ildir ki, evli idi və onun evlilikdən 2 az yaşlı övladları vardı. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalar başlanıb. Araşdırmaların nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək. Cəmilə Nəsir qızı, Agil Əsədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.